Lənkəran adı hardan əmələ gəlib? Beləliklə, Lənkəran adının mənşəyinə iki cür yanaşmaq lazımdır. Birincisi, fars dilindən, ikincisi isə talış dilindən keçmə mənasında 15-ci əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkəran, Lanqaran və digər sözləri bugünkü Lənkəran sözünün ilkin formaları hesab edirlər. Bunlardan Ləngərkünan, Ləngər və Künan yer, məkan deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu da adın yaranmasına səbəb dünyada müxtəlif yerlərdən İrana gələnlərə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmasına əsaslanır. Daha bir məsələ görkəmli yazıçımız Abbasqulu Ağa Bakıxanovla əlaqədardır. O, Gülüstan-ı İrəm yazısında 1841-ci ildə Mirzə Əhməd Mirzə